YouTube kanalıma xoş gəlmisiniz. Bugün sizinlə bir yerdə sizə uşaqlar üçün hədiyyələr necə hazırlayıram, onları göstərmək istəyirəm. Bugün bir-iki məhsul almışam. İsteklər çox olduğu üçün mən qeyd eləyəcəm öz Instagramımı da, TikTokumu da. Yəni bizdə ən çox böyüklər üçün hədiyyələr hazırlanır, amma bugün uşaqlar üçün bir-iki alış-veriş eləmişəm. Sizlə onları paylaşmaq istəyirəm. Belə gözəl banknotlar almışam. Görürsünüz, orada paketlər də var, korobkalara da yerləşdirmək olar. Yəni onlara da uyğun məhsullar almışam. Məsələn, belə gözəl stitch paketimiz var. Stitch paketi istəyirəm, məsələn, bir ədəd bloknot, belə bir top, içində iqruşka var. Məsələn, bir yerdə yığaq, nə alınacaq bizdə? Belə gözəl dodaq balzamı yerləşdirək. Qeyd edeyim ki, bu qız uşağı üçün bir hədiyyədir. Stitchə aid iki dənə belə gözəl balzam almışam. Biri belədir. Biri də roz rənglərdə olmalıdır. Gəlin bura bir dənə belə əlavə eləyək. Roz rəngdə olan bunlardır. Sən bunu da əlavə eləməyə olar. Belə bir oyun aldım. Çox maraqlıdır. Məncə uşaq üçün çox maraqlı olar. Məsələn, bunu da belə əlavə eləmək olar. Və hədiyyə başqa nə əlavə eləmək olar ki, uşaqlar üçün daha maraqlı olsun. Düşünürəm ki, göy rənglərdən belə bir braslet əlavə eləmək olar. Çox gözəl olar. Gəlin bir dənə də ruçka əlavə eləyək. Məsələn, roz rənglərdə bir dənə ruçka. Çox gözəl olar. Bir ədəd də, məsələn, belə bir gloss əlavə eləyə bilərik. Balzam gloss. Məsələn, belə çox gözəl bir hədiyyə alındı bizdə. Belə bir kromi, belə uşaqlar çox sevirdi. Məsələn, belə bir paketi də var. Krominin bir paketin içində hədiyyəni hazırlayaq. Məsələn, belə bir bloknot. Ona uyğun belə bir dodaq balmı aldım. Çox gözəl belə set aldım. Məsələn, belə bir daraq əlavə eləmək olar uşaqlara. Belə bir nəm salfetka. Məncə çox gözəl bir hədiyyə. Həm qiyməti də münasibdir, həm də ki, uşaqlar üçün çox maraqlı gələr. Məsələn, belə bir personajımız da var. Gəlin onunla bir yerdə bir hədiyyə hazırlayaq. Ona uyğun belə gözəl qaldı. Belə bir nabor. Belə bir dodaq parlayıcı aldım. Belə bir nəm salfetka da əlavə eləyək. Ona da bir dənə braslet əlavə eləyə bilərik. Sadəcə ya ağ rəngdə əlavə eləyə bilərik, ya da istəsiz belə fərqli bir rəngdə də ola bilər. Burada daha sonra nə var? Bizim başqa bir stitchimiz də var. Ona uyğun da belə bir hazırlayın. Və braslet. Məncə çox gözəl olar. Hello Kitty naborumuz da var bizdə. Hello Kitty nə əlavə elədim mən. Çox gözəl belə. Belə bir ruçka da əlavə eləyək. Belə bir koltuq da əlavə eləyə bilərik. Baxın, belə bir nakleykalar bir stitchə də əlavə eləyək.
saç üçün belə bantlar da əlavə eləyək. Daha dolu olsun. İstəyirəm Hello Kitty'yə belə bir çox minnoş bir şey əlavə eləyim. Məncə uşaqlar üçün çox maraqlı olar belə bir hədiyyə. Ən sonda da məsələn ən belə məndən istəyirlər ki, ən kiçik məbləğə bir hədiyyə. Düşünürəm ki, belə bir hədiyyə də çox gözəl olar uşağa. Hello Kitty'yə də belə bir dodaq balzamı da əlavə eləmək istəyirəm. Yəni mənim prosesim, hədiyyə prosesim bundan ibarətdir. Məhsul alıram, seçirəm, istəklərə uyğun da yığıram. Məsələn, bunları mən özüm yığmışam. Amma siz istəsəniz fərqli məhsullarla da yığa bilərik. Məsələn, bəzi məhsullar çıxartmaq da olur. Məsələn, bəziləri deyir ki, uşaq üçün dodaq balzamı falan olmasın. Tamam, onları çıxardaram. Yəni problem yoxdur. Hər qiymətə falan olur hədiyyəmiz hazırlamaq. Yəni proses belədir. Böyüklər üçün daha uzun gedir proses, çünki məhsullar çoxdur. Uşaqlar üçün daha maraqlıdır, çox belə rəngarəng prosesdir. Yəni çox gözəl bir hədiyyələrdir. Düşünürəm ki, niyə sevməsinlər uşaqlar belə gözəl hədiyyələri? Çox gözəldir.